Sen gecəni qalırsan burada. Oldu. Amma burada bir məsələ var. Diqqətli ol. Ürəyimə damıb ki, o oğlan gecə mütləq bura gələcək. Sən palatada çox olma. Çalış elə dəhlizdə gəziş. O səni tanımır axı. Heç mən də onu tanımıram. İndi deyirəm də, uca boy oğlandı, qara buğdayı, bığı var, yaraşıqlı göyçək oğlandı. O tipdə kimsə gəlsə, özünü etinasız apar. Palatanın qapısından da aralıda dayan. Gördün ki, içəri girdi, telefonu hazırla. Çıxan kimi şəklini çək. Vəssalam, başqa heç nə lazım deyil. Başa düşdün? Bəli. Ay sağ ol. İndi get içəri, qızın yanında ol. Mən də görüm sən onardadır. Bəlkə evə gedək. Səhərdən gərgin günü yaşamışsan. Gəldin həkimlə də danışdın. Şükürlər olsun, hər şey yaxşıdır. Gedək evə, bitki yeməyi, bir yarım saat, bir saat dincə. İstəsən axşam yenə də gələrik. Humayun telefonu ana. Yaxşı ki, indi işimizi səhərdən əsəbisən, bir cəsarət tapıb səndən söhbət edə bilmirəm. Bəlkə bir balaca söhbət edək. Narahat olma, Humayun telefonu məndədir. Buyur. Deməli, səhər Adəm müəllimin otağına getdim. Laçının şəxsiyyət vəsiqəsi lazım idi, işlə bağlı. Adəm müəllim dedi ki, Laçın bizlə işləmir, mebel mağazası götürüb. Qatiyə mebel salonu, sən də tanıyırsan, biz orada olmuşuq. Söylə, təsadüfən yolum oradan düşdü. Dedim, keçin bir göz aydınlığı verim, təbrik edeyim. Laçın məni görən kimi diksindi. Sözün düzü ilə mənim özümə də qəribə gəldi, amma üzə vurmadım. Nəysə elə mən bunu təbrik edirəm, göz aydınlığı verirəm. O isə hər kəlməsində məndən soruşur. Xeyir ola, niyə gəlmirsən, nə vaxt gedirsən? Elə o zaman Humayundan zəng gəldi. Telefonu açdım ki, bir xanımdır. Deyib ki, telefon sahibini maşın vurub, bəs mən də telefonu yerdən götürüb sizə zəng eləyirəm. Soruşdum, hadisə harda baş verib, necə baş verib. Ünvanı mənə deyəndə gördüm ki, o, qatiyə salonundan 2 döngə o yana. Fikrim qarışdı, özümü itirdim. Bir də baxdım ki, Laçın məndən betər gündədir, tir-tir əsir. Sözün düzü yenə də fikir vermədim. İnan mənə ki, necə maşına tərəf qaçmışamsa. Bir də gördüm ki, o, Laçın məndən qabaq gəlib oturub maşında, yanımda. Ünvanı bilmirik, ünvanı mənə deyiblər telefonda. Ünvanı bilsəydi, məndən qabaq qaçardı. Gəldi, çatdıq həmin yerə ki, heç kim yoxdur. Təcili yardımda Humayı götürüb aparıb. Bir tək mənə zəng eləyən qadın qalmışdı. Bu da telefonu mənə təhvil verdi, getdi. İnan mənə, necə maşına qaçmışam. Heç Laçın yadımda deyil ha. Harda qaldı, necə oldu, xəbərim yoxdur. Necə maşını başı alovlu sürmüşəm, necə gəlmişəm. Birbaşa qaçdım, həkimlərdən də maraqlandım ki, Humay necədir? Bircə onu dedilər ki, sağ-salamatdır, hər şey qaydasındadır. Sakitləşdim. Elə belə Humayın telefonuna əlimi attım, baxım. Bax,
onda şok yaşadım. Baxdım ki, Laçın Humaya məkan atıb. Sən demə, Humay mebel mağazasına gedirmiş. Laçının yanına. Neçə dəfələrlə də danışıblar. Zəngilərin siyahısı da var. Sən nə demək istəyirsən? Mən elə nə demək istədiyimi dedim. Yox, sən gördüklərini danışdın. Öz fikrin nədir? Sən bu danışıqlarından nə demək istəyirsən? Ha? Niyə sustun? Sən mənim yoldaşımın namusuna şübhə ilə yanaşırsan. Mən elə demədim. Bəs nə demək istəyirsən? Neçə dəfə soruşdum, cavab vermədin. Bir də soruşuram, nə demək istəyirsən? Sənə qurban. Telefonu qoy bura. Mən sənə neçə dəfə deyirəm, görürəm sən bir qulağından alıb, o biri qulağından buraxırsan. Bırağa! Bitir gözüm qabağına. Akşam gəlib evdə danışarıq. Haydi şunu.